təəssüf olsun ki, sosial şəbəkələrin kiberbullying, kiberzorakılıq, sonra eyni zamanda da insan vətəndaş hüquqlarının pozulmasına gətirən instrumentə çevrilibdir. Və bizdən də asılı olmayan məqamları nəzərə alsaq, əziz dostlar, səhifələrə baxsaq, Facebookdur, Instagramdır, həmin səhifələrin arxasında o ölkələrin xüsusi qurumları durur. Çinin bir dənə nümunə gətirsə, Çin Xalq Respublikasında orada alqoritmdə TikTokda ailə dəyərləri birinci yerdə. Görün, etik kodeks nə qədər mühümdürsə, bugün dünyada mən bunu Norveç Jurnalistlər Assosiasiyasının blogerlərlə olan, sosial media ilə olan kodeksidir götürmüşəm. Hər bir blogerin əgər işləyirsinizsə, onun kodeksi olmalıdır. Bir mənalı şəkildə. Və həmin kodeksin ənənəvi jurnalistikadan çox az fərqi var. Demək olar ki, hər şey üst-üstə düşür. Biz bugün cəmiyyətdə, bizim jurnalistikada da elə bəzən deyirlər ki, medianın funksiyalarını, genişliyini yəni bilməyən jurnalistlərimiz var. Media çox böyük məfhumdur. Bax, jurnalistika onun içində gedir. Mən arada jurnalistika sonra blogerlərə keçəcəm, SMM-ə keçəcəm də. Yəni mənim sahəm olduğum üçün hələ ki bunu və demək istəyirəm ki, adlar fərqlidir, nəticə eynidir. Bəzi fərqliliklər var. Tutaq ki, blogerlərlə jurnalistin biz tabeyik redaksiyaya, siz sərbəstsiniz. Və niyə media bugün cəmiyyətdə bu qədər önəmlidir? Niyə media bu qədər yəni böyük təsir göstərir? Medianı ümumiyyətlə bugün dünya miqyasında bir çox ölkələrdə ümumiyyətlə mədəni surətdə alət adlandırırlar. O alətdir. O dövlətin, o cəmiyyətin alətidir. Hara istəyir fırladır. Uşaqları necə tərbiyə etmək olar, o barədə kitablar oxuyub maariflənib və daha sonra revyular eləyirdim öz səhifəmdə və hələ də davam edirəm. Və Azərbaycana köçəndən sonra çalışıram ki, daha çox sosial mediada uşaqlarla bağlı yenə də aktiv olum. Övladımla birlikdə maraqlı oyunlar oynayırıq. Xanımın da qeyd etdiyi kimi Montessori oyunları təşkil edirik birlikdə. 3 yaşı var uşağın və çalışıram ki, o yaşlı övladları olan analara bir məsləhət tipli, tövsiyə tipli maraqlı oyunlar və yaxud da aktivliklər göstərim. Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirinin fikridir. O bizlə görüş keçirmişdi. Mənim çox xoşuma gəldi o fikir. Dedi, siz lampasız, siz işıqsız. Bax, mən bu dəqiqə dedi, bu otağı bəziyim, düzəldim. Əgər o işıq yanmazsa, heç bir mənası yoxdur. Yəni, bizi işığa bənzətdi, amma bəzən də söndürürük, onu sonra deyəcək. Qadınların və uşaqların inkişafında medianın rolu təkrarsızdır. Biz bunu bilirik, maarifləndirir. Stereotiplərə qarşı mübarizə aparır, təhsili təşviq edir, məlumat əlçatanlığı yaradır, bacarıqlarını inkişaf etdirir. Xocalı soyqırımının 25 illiyində 45-ə yaxın, bizim də 50-yə yaxın deyək də, kameramız var idi. Xatırlayırsınız, o Xocalıya piyada gedirdi, prezident qabaqda, birinci xanım və arxada bütün insanlar. Dedi, bizim 45-ə yaxın kameramız var və onu sosial media eləyə bilmir. Və biz ona canlı baxırdıq. Və ona görə televiziyalar, elektron media konkret desək, özüm qızıl dövrün yaşır, amma xəbərdə keçmir. Bu uşaq travma alıb yaşayıb, Gəncədə terror hadisəsində. Onsuz da bu uşaq travmanı. Bunun üzünü niyə açıq veriblər? Çünki bu xoş niyyətli bir xəbərdir. Və mən onu bir jurnalist olaraq tənqidi düşünüb, aydınlaşdırıram və başa düşürəm. Zorakılığa məruz qalan uşaq olmaz. Amma bu uşağın fotosu dünyaya bir mesajdır ki, bu körpə uşaq, bu onsuz da o travmanı alıb, xoş niyyətlidir. Və yaxud da ki, götürək, məsələn, bu uşaqları. Cənab Prezident keçən dəfə gördünüz, əlindən tutmuşdu, Nihal. Budur. Bunlar niyə görə açıq verir? Bunlar da xoş niyyətlidir. Və bugün dediyimiz peşəkar jurnalistikada, peşəkar mediada blogerlər bəzən lazım oldu, olmadı. Fikirləşmirik, mən bunu örtməliyəm üzünü, ya yox. Elə üzünü bağlayır ki, yəni özümü bir əziyyətə salmayayım. Bir mənalı şəkildə o xoş niyyətli olan informasiyalarda uşaqların üzü bağlanmamalıdır. O da jurnalist kodeksinə ziddir və o da düzgün deyil. Əsas vacib olan bu sosial mediada intihar hallarının işıqlandırılmasıdır. Hansı ki, ictimai televiziyada bu istiqamətdə öz sözünü deyir və biz belə xəbərləri maksimum çalışırıq ki, tirajlamayaq. Üzü paylaşılan uşaq 2.
Qəzzada BBC paylaşmışdı bunu. Bunlar qardaşınız çiynini alıb gedir, bu çəkilibdir və bir təsadüf nəticəsində valideyni artıq bunu tapır. Ümumiyyətlə bəzən belə bir fikirlər var. Bu xarici jurnalistlər, sən nə olur olsun fotonu çəkməlisən. Bu sənə lazım olacaqdır. Amma sənin onu həmin an paylaşmamağın bu artıq sualdır. Yəni bu iki uşaq valideynə məhz bu efirə gedən materialın hesabına ona qovuşmuşdur. Bilirsiniz, belə baxanda fikirləşirik ki, hə də adi bir şeydir. Amma işə başlayanda, o proses eləyəndə biz özümüz də dediyim kimi çaşbaş qalırıq. Bəzən operativliyə üstünlük veririk, tənqidi düşünmürük. Suriyada bu uşağın ölümü dünyaya meydan oxudu. Bir şəkil milyonlarla sözdən irəli oldu və böyük əks-səda doğurdu. Və Amerikaya tutaq ki, başqa, yəni Suriyaya qarşı olan dövlətlərə həmin vaxt müharibə bir nifrət hissi yarandı. Uşağın uzanmağı, bax bu da var. Baxırsınız indi mənim vəziyyətimə. Mən indi 2 yolda qalmışam. Vicdan da gəlir, peşəkarlıq da gəlir. Mən sizə səmimi deyirəm, bunu dost kimi açıq deyirəm. Mən otururam, təhlili deyirəm və axırda biz axı nəzəri fikrimizi deyirik. Məsələn, mənim özüm təklif verirəm nədəsə ki, belə olmalıdır, belə. Bax bu məsələdə mən qalıram belə. Həmin o gəncəli uşaq, indi mən onu sizə göstərəcəyəm. Mən onu başı yaralanıb, qan axır çəkərəm, yoxsa o uşağa kömək eləyərəm. Nə edərsiniz siz? Əgər qanuni baxımdan həmin jurnalist qanunu pozubsa, o cəzalana bilər. Məsələn, çağırış eləyib, sosial mediada biz deyirik, təhlükəsiz. Çünki ümumiyyətlə jurnalist kodekslərində, jurnalistin kodeksdə belə, hələ qanunu qoyuram kənara, ixtiyarı yoxdur çağırış eləməyə. İnsanlar, qaydası budur. O qanun, o ki qaldı o jurnalistin qeyri-peşəkardır və dediyimiz kimi dağıdıcı rol oynayır. Onu isə həmin dediyimiz özəl şirkətin kodeksi var. Onun əsasında tənzimlənir. Üç ildir bu sahədəyəm və belə deyək də SMM-i axtarıram, yəni kəşf edirəm, marketinq bölümünə daha çox marağım var. 3 il az bir sahə olsa da, az bir il olsa da, daima özümü inkişaf etdirirəm, belə təlimlərə qatılıram ki, daima inkişaf edeyim. Bir il bu sahədə əvvəl müxbir olmuşam, amma daha çox bəyənirəm sosial mediayla bağlı işləmək. Və o çox həssas işdir həqiqətən. Biz də tez-tez yəni ailə məişət mövzularına rast gəlirik. Onların maksimum biz də həssas yanaşırıq. Oxucularımız da nəzərə alırıq. Hamınız da bilirsiniz ki, bu mövzular sosial mediada, həmişə sosial şəbəkələrdə maraq görən mövzulardır. İnanıram ki, bugünkü treninq bizim üçün çox maraqlı və faydalı olacaq. Ən çox mənə elə gəlir ki, TikTokla bağlı burada problemlər toxunulacaq. Çünki bizim maraq dairəmizə əhatə eləməyən videolar tez-tez qarşımıza çıxır və biz onları not interesting eləyə bilmirik. Valideyn kitab klubu yaratmışıq 3 aydır ki, orada ayda bir dəfə valideynlərlə toplaşıb uşaq tərbiyəsi ilə, uşaq yetişdirməklə, ailə ilə bağlı kitablar müzakirə edirik və çalışıram ki, valideynlikdə tək ananın yox, həm də atanın rollarının olduğunu cəmiyyətə ötürməyə çalışım. Neynəsək də, yəni rəqəmsal dünyada yaşayırıq, övladlarımızı rəqəmsal dünyada böyüdürük. Bundan qaçmaq, gizlənmək mümkün deyil. Yəni bunun içindəyik. 2020-dən bəri fəaliyyət göstərirəm bloger olaraq. Əsas auditoriyam qadınlar və gənclərdir. Qadınlara dəstək olmaq və onların inkişafına töhfə verməyə çalışıram. Bizim işimiz bəllidir. Elm və təhsilə dair xəbərləri operativ, gündəlik çatdırmaq, məktəbin, müəllimin, şagirdlərin uğurlarını təhsil ictimaiyyətinə çatdırmaq. Sizinlə artıq 2 ilə yaxındır əməkdaşlıq edirik və bundan çox məmnunam. Bir daha təşəkkür edirəm.